Az qalan yaylıq götürüb ağlayım. Bir zarun verilişi yerinə bu layihə başlayır. Ağlamaq istəyirəm. Aparıcı Zaur Kəmalın həmin zaur verilişinin yerinə yayımlanması artıq planlaşdırılan axşam 7-də layihəsi bugün efirə gedəcək. Bugün, həm də yəqin bugün gedəcək. Bəli, qoy baxım dəqiqləşdireyim. Bəli, gedəcək bugün. Verilişin qonaqlarla da bağlı anonslar da gedib artıq. Xanəndə Gülzar Fərəcovanın təqdim edəcəyi verilişin anonsları paylaşılıb artıq. Bəli, Fərəcova birinci proqramında xalq artistləri Mənsur İbrahimov, Gülhəz və Gülyanaq Məmmədovalar, yəni bacılar, əməkdar artistlər Elçin Həşimov, Elnur Həmidov qonaq olub. Yayımlanıb birinci verilişində. Aləmi qatdım bir-birinə, üzr istəyirəm. Bu insanlar qonaq olub, bu sənət adamları. Ağlamaq istəyirəm. Bu aparıcılar var idi da. Biz onlara zəng vururdun, heç vaxt cavab vermirdilər. Və konkret olaraq oradan kimsə axtaranda onlardan deyirdim ki, filan kəsə filan sözü demək istəyirəm. Deyirdi ki, o heç vaxt telefonlara cavab vermir. Deyirdim, niyə? Vermir də, onu çox narahat edirlər. Deyirdim ki, mən başa düşmürəm. Onlar ümumiyyətlə kimə cavab verirlər? Onlar özləri bilir. İndi mən düşünürəm ki, o zənglər yenə də onlara olur. Yenə də onları o vaxt axtardıqları kimi axtarırlar. Ona görə deyirlər ki, adam dağa çıxır, çıxır. Ay, dağa çıxır. Birdən o dağdan elə sürüşür. Yeni gələn aparıcılar düzdür. Siz heç nə edə bilməyəcəksiniz. Bax, bunu sizə səmimi deyirəm. Amma azından kimlərinsə telefon zənginə cavab verin. Yenə də deyirəm, sadiq, keçmişdə qalan, tarixdə qalan, bu yaxınlarda naftalin iyi gələn o aparıcılar var ya, olacaq, yazığım gəlir sizə. Bəziləriniz sadəlikdən keçmişdiniz egoistliyə. Çox egoist adamlar idiniz.